Milli Onkologiya Mərkəzinin Həmkarlar Komitəsinin sədriyəm. Bütün kollegalara mən öz minnətdarlığımı bilmək istəyirəm ki, bu sanatoriya bizi dəvət etdilər. Doğrudan da bu çox gözəl bir sanatoriyadır, çox bizə xoşumuza gəldi, şəraiti əladır və mən arzu edirəm ki, bütün sanatoriyada belə tipdə olsaydı, bizim heç bir problemimiz olmazdı. Səməd Vurğun adına yaradıcılıq istirahət mərkəzində olmamızdan çox məmnunuq və bu təşəbbüsə görə bizim konfederasiyaya minnətdarlığımızı bildiririk. Çox yaxşı istirahət etdik, vaxtımızı keçirdik. Bağırlı Murad Vaqifoğlu bugün burada olmaqdan çox qürur duyuruq. Bu cür tədbirlər Səhiyyə İşçiləri Həmkarlı İttifaqı kollektivini, insanları bir yerdə toplamağa, həmçinin fikir mübadiləsi aparmağa töhfə verir. Hər birinizə təşəkkür edirəm. Mən yeni klinikanın lor cərrahı Nərmin Əyyubova, Səhiyyə Həmkarlar İttifaqının üzvüyəm. Bizə belə gözəl bir şərait yaratdığına görə əziyyəti olan hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Həmkarlar İttifaqı təşkilatına, Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri əzizimiz Elnarə xanıma yaratdığı bu gözəl şəraitdən ötürü təşəkkür edirik. Hər şey çox gözəldir. Səməd Vurğun adına Yazıçılar İttifaqının istirahət mərkəzindəyik. Çox gözəl, asudə vaxtımızı keçiririk. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Çox sağ olun. Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Səməd Vurğun adına Yaradıcılıq Mərkəzində ilk təşkilat sədrlərinin və fəal üzvlərimizin iştirakı ilə artıq 3-cü dəfədir ki, istirahət proqramı təşkil olunur. Bu istirahət proqramında e-ahik platforması üzərindən verilən yollayışlarla bağlı ilk həmkarlar sədrlərinə təlimatlama proqramı keçirilmişdir. Həmçinin fəal üzvlərimizə səmərəli vaxtının təşkil olunması nəzərdə tutulmuşdur. Bu proqram çərçivəsində təxminən 200 nəfəri əhatə etmişdir. Gələcəkdə də bu proqramın davam etdirilməsi nəzərdə tutulur.